Elhamdülillah. Başa düşmək lazımdır ki, bidət nədir? Biz bidəti başa düşsək, bidət nədir? Artıq bir çox əməlləri başa düşəcək. Onlar bidətdir ya bidət deyil. Bidət dinə, İmam Şatibi buyurur, dinə salınan yenilikdir ki, onunla insan Allaha yaxınlaşmağı görür. Sonra baxın qeyd edir ki, dinə salınan. Yəni bu şey Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında yox idi. Bu bir qeyd. İkinci qeyd, eləyə bilərdi, lakin eləmədi. Və sonra da nədir üçüncü qeyd? Onunla insan Allaha yaxınlaşmaq istəyir. Yəni ibadətdir. Bu baxımdan bu qeydi biz başa düşsək, biz başa düşəcək ki, istər Quranı kitab şəklində yığmaq. Kitab şəklində kim birinci yığdı? Sahabilər, Əbu Bakır, sonra ondan sonra Osman. Görürsə, onlar heç biri demədi bu bidətdir. Nəyə görə? Çünki bu özünlükdə ibadət deyil. Bu kitab yığmaq və yaxud hərflərin nöqtə qoymaq, bu özünlükdə ibadət deyil. Aydındır. Necə müasir məsələlərə baxsaq, məsələn mikrofon, səsi gücləndirən, bunlar özünlükdə ibadət deyil. Bir, ikincisi ki, Peyğəmbər sallallahu vaxtında buna imkan yox idi. Və ehtiyac da yox idi, imkan da yox idi. Lakin söhbət nədə gedir? Bidət nədir? O şey ki, Peyğəmbər sallallahu vaxtında imkan da var idi, ehtiyac da var idi, lakin Peyğəmbər sallallahu onu eləmədi. Məsələn, Peyğəmbər sallallahu ad günü keçirmək, mövlid eləmək. Baxın, Peyğəmbər sallallahu eləyə bilərdi, eləyə bilərdi. İmkan var idi, imkan var idi. İbadətdirmi? Ya bununla insanlar bunu eləyəndə ibadət eləyirlərmi? Savab gözləyirlərmi? Gözləyirlər. Düzdür, mövlid keçirirlər, savab istəyirlər. Bunun hamısı bidətdir.